Dostlar, hər vaxtınız xeyir olsun. Nə varırsınız, nə inirsiniz? Bugün 6-cı gündür. Çıxmışam, gedirəm işə. Və görün nə fikirləşmişəm. Bu butulkaların şeylərini bağlamışam ki, əllərim üşüməsin. Birinci gün inşallah alacam o rola əlcəklər. Çünki belə olmaz. Əllər üşür, külək şey eləyir, əllər dəhşət düşür. Prius dönmək istəyirsə, onu mütləq buraxmaq lazımdır. Çünki o sağına soluna baxmayıb və dönəcək. Bu da həmçinin çox vaxt o qıraqdan keçirdim mən. Və o qıraqdan keçəndə elə bir ki, maşınlar körpüyə çıxmayıb sağa çıxanda problemlər yaşayırdım mən, əziyyət çəkirdim. Ona görə bu qırağa girirəm, görək necə rahat olacaq yoxsa yox. Polni bak vurdum, 2 litr getdi. 2 litr getdi, rahat. Rahat yəni ağzına kimi. Rahat çıxdım buradan. Soxa sol düşmüşdü. O qıraqda olsaydı mən də əziyyət çəkəcəkdim. Çünki düzgün yolunu seçmirlər. Benzinimi vurdum. Mən fikirləşirdim yolda prospektin sağı ilə gedim. Zapravkaya girim orada, Köroğluya çatmamış. Amma benzinimi vurandan sonra orta ilə gedə bilərəm. Yolda bax, şey vardı. Maşının kalpakı, Mercedesin kalpakı vardı. Yaxşı ki, onun üstə çıxmadım. Yəni belə şeydə diqqətli olmaq lazımdır. Bura çıxandan sonra mən özümü rahat hiss edirəm. Düz yolda o qıraqla sürmək çətin olur. Çünki sağdan sola çıxan ki, maşınlar dayanıb, qapılar açılan ki. Amma burada qırağı tutursan, yavaş-yavaş gedirsən özün üçün. İndi hal-hazırda çöldə 7 dərəcə istilik var. Cəmi 7 dərəcə. Məndə yəni kurtka yaxşıdır. Soyuq keçirmir, əladır. Şalvar əladır. Bir dənə zəif yerim əllərimdir. Onu da inşallah alacağım. Rula əlcək. Onda isti olacaq. Bir də ayaqlarım. Cüzi üşüyür. Onu da bir qabağıma motobotdan zətdən nəsə keçsə inşallah alacağım. Düz arxamda maşın olanda çox özümü narahat hiss edirəm də mən. Keç dəmi oğlu, keç. Ürəyim sıxıldı da. Biraz cüzi külək var. Təsir eləyir hərdən bir. Həmişə bura girəndə güzgülərə baxıram ki, nəsə baş versə sağa sola oynada bilim. Güzgülərə baxanda qabağı heç unutmuyor. Həmişə qabaq nəzarətinizdə olsun. Çünki güzgüyə baxıb qabağı yatdan çıxanda Maleyşi 2 saniyə, 3 saniyə geciksəz, qabaqda kimsə tormuz eləsə, kimsə düşürtsə və yaxud nə bilim kimsə mindirsə, siz manevr eləyə bilməyəsiniz və toqquşma ehtimalı çox böyük olacaq. Buranı da bacardığım qədər tez keçmək istəyirəm. Çünki yolun ortasında oluram. Sağdan, soldan maşınlardır var. Güzgülərə baxıram ki, əgər sağımdan maşın keçirmə, biraz sola sıxılaşıram. Solumdan maşın keçir, biraz sağa sıxılaşıram. Əgər hər iki tərəfdə maşın varsa, bacardığım qədər özümü tərpətmirəm ki, qoy bunlar rahat raşatını tutub gedirlər, qoy getsinlər. Yəni maşınlar bizim düşmənimiz deyil. Maşın şoferləri bizim düşmənimiz deyil. Sadəcə onlar çox vaxt bizi önəmsəmirlər. Yəni ki, biz onların gözündə təhlükə deyilik də, başa düşdünüz? Balaca obyektik, balaca, yığcan bir balaca bir şey. Onlar bizdən qorxmurlar. Heç nə olmaz gözləyər, heç nə olmaz, xatası olmaz, nə var bura. Əslində elədir, biz onlara deyəndə onlara heç nə olmur. Olan bizə olur. Ona görə siz maksimum dərəcədə öz ehtiyatınızı tutun. Çox sağa sola oynatmayın. Elə palasavızı tutun. Onlar əgər görürlərsə sizi, onlar elə rahat keçəcəklə yanınızdan. Dəyməyib keçəcəklə. Əgər heç bir hadisə baş vermirsə. Riski sağa sola oynatsa, siz onlara dəyə bilərsiniz. Favorita girməmiş yavaşlayın sürəti. Favoritdə yavaşlamağı məsləhət deyil. Sürüşmə ehtimalı ola bilər. Məndə qazı buraxsam, yavaşlayır özü. Çünki şeydir axı, pol avtomatdır. Mufta yoxdur. Hələ qazı buraxırsan, özü başlayır yavaşlamağa. 40-a kimi 4-cü sürətdə özü salır aşağı. 3-cü sürətdə 30-a kimi, 20-yə kimi, 2-ci sürətdə 10-a kimi. 1-ci sürətdə 5-ə kimi yavaş salır, özü salır. Bacarın axşam vaxtı maksimum çox görsənin yolda. Yəni sizi görsünlər. Marqatlayan işıq olsun, nəsə görsənin də, maksimum dərəcədə yolda görsənin. Sizi görsünlər. Piyadalar da bəzən önəmsəmir bizi. Yəni onlar bizi qorxulu bir təhlükə görmür. Dayanacaq, heç nə olmaz. Ora-bura yəni qorxulu bir təhlükə bizi görmür. Ona görə özlərini atırlar. Ehtiyatlı olun. Piyada da dəydinizsə də, piyadaya dəyməkdən daşa divara dəysiniz, ondan yaxşıdır. Belə işlər deyil dostlar. GoPro-nun zayatkası qışda daha az saxlayır. Mən fikir verdim. Çünki soyuqda hər şey yığcamlaşır, yığılır, balacalaşır. Batareykanın da həcmi balacalaşır. Əvvəl məsəl üçün 20 dəqiqə, 25 dəqiqə saxlayırsa, məsəl üçün indi 15 dəqiqə, 20 dəqiqə maksimum saxlayar ya. Ona görə bunları nəzərə almaq şərti ilə ya 2 dənə batareyka gəzdirin, ya birbaşa powerbankdan qoşun, birbaşa işləsin, yığa-yığa çəkəsiz, ya da ki daha güclü
batareya taxın ora. Arxamda biri gəlir, bax, dirənib. Arxama qoman kimsə. Məsəl üçün, bunun kimi bayaqla qonmuşdu arxama. Tormuzu basıram biraz, işığına. Yəni, dayandırmıram, tormuzu yüngülvarı sıxıram, qoy işığı yansın, qoy uzaqlaşsın. Xatasını məndən uzaq eləsin. Piyada keçmək istəyir, onu da nəzərə alın. Dayanırsınız da, məsəl üçün, dayanmaq istəyirsiniz. Burada mən dönürəməmişəm. Atdınız birə. Güzgüyə baxıram, güzgüyə baxırsınız. Qabağa və güzgüyə. Arxada maşın yoxdur. Güzgüyə diqqətlə baxırsınız. Bir dənə də belə baxırsınız, hər ehtimala qarşı. Çünki güzgüdə bəlkə siz nəyəsi görməyə bilərsiniz. Fırlanandan sonra keçdin ikiyə, yavaş-yavaş gedirsən. Burada stopu işarəsidir, maşın yoxdur qabaqda, gedə bilərsən. Bugün 6-cı gün deyil, maşın azdır nisbətən. Həftə içi maşın çox olur, bastırıq olur. Amma əslində yollar boş olanda daha təhlükəlidir, nəinki sıxlıq olanda. Deyin niyə? Çünki yollar boş olanda maşınlar özünü sərbəst eləyir və sürətlərini normal halından qat-qat artıq eləyirlər. Məsəl üçün 40 ilə 30 ilə hərəkət elədiyi yerdə 50 ilə 60 ilə hərəkət eləyirlər. Onda təhlükə daha çox olur. Sıxlıq olan yerdə rahat hərəkət eləmə, nəinki şeydə, boş yerdə. Bura Bakıxanovdur. Bakıxanov. Metro daşsaydı bura çox yaxşı olardı. 4643 kilometr yol getmişəm bu ilə. 4643 kilometr. Əllərim elə də üşümədi. Yəni bunlar küləyi kəsir azmaz, amma daha da bunlar uzun olmalıdır əslində. Bura kimin? Onda daha yaxşı olacaq. Belə dəyərli dostlar, hələlik. Hal-hazırda 4 dərəcə istilik var, yüngülvari külək var, normal sərindir, hələ ki yaxşıdır. Mənə narahat eləyən əllərdir. O da ki, bir şey fikirləşməliyəm. Tulkalar, zatlar bağlamışam. Bu günləri ya sabah həll edəcəm onu. Əllərimə soyuq olmasın. Moped yaxşı işləyir, saat kimi işləyir hal-hazırda. Yağı vaxtı deyəcəm 1000 kilometrə yaxın sürmüşəm. Bu günlə yağ da almalıyam. Bu gün bazar gündür. Yağ da almalıyam. Mopedin kredisini ödəməliyəm. 120 manat. Sonra indi gedirəm Azadgillə görüşməyə. Onlarla da gedəcəyik Hövsana. Azadın bir yaxın dostu var. Onun qəbrisini ziyarət edəcəyik. Cavan yaşında rəhmətə gedib. Xərçəngdən əziyyət çəkirdi. Qanı xərçəngi idi deyəsən. Allah onu rəhmət eləsin. Çox cavan yaşında dünyasını dəyişdi. 20 neçəsə yaşı vardı. 23-24 mi yaşı vardı. Çox pis, tez cavan yəni dünyasını dəyişdi. Amma planları var idi. Anar da gələcək. 150 kub sürür. Azad özü 125 kub sürür. Burgman, Anar Yamaha R15. Bu dönmək istəyir. Prosto məni gözləsəydi yaxşı olardı. O belə yerlərdə qorxuludur. Baxırsınız ki, dönmək istəyir. Bir də həmişə güzgəyə baxın. Əgər sizin yanınızda başqa maşın yoxdursa, maksimum dərəcədə ehtiyatlı olun. Çünki o sizi önəmsəməyə bilər. Amma o gördüm ki, məni gördü və dayandı. Ona görə mən rahat hərəkətimi davam elədim. Əgər o məni görməyib, önəmsəməyib, dayanmasaydı, mən başlayacaqdım dayanmağa. Siqnal verin, çoxlu siqnal verin ki, qoyusu görsün, eşitsin. Bu yerlərdən də maksimum dərəcədə ehtiyatlı olun. Çünki sağa, sola girib çıxan maşınlar var. Ona bax, çıxır. Benzinim var, nənə axşam poluna bax vurmuşam. Bu günə yola verə biləcəm. Bu günə dostlarım çox velik sürür, velosiped sürür. Amma hava küləklidir biraz. Velosiped sürmək rahat olmur küləkdə. Velosiped sürəndə elə soyuq olmur. Çünki sən hərəkətdə olursan, qızışırsan, bədən isinir, əla olur. Yəni nazik geyinmək normaldır. Amma motosiklet sürəndə sən hərəkətsiz olsan, külək səni rahat işləyirsən hər yerdən. Ona görə qalın geyinmək lazımdır. Barmaqlar getdi yenə. Biz yolun ortası ilə düzülən lüklara bax da sən. 10 metr 21, 10 metr 1 lüklardır. Bu yolun ortasına bunların məqsəd nədir düzülməyə? Elə yerlərdən ehtiyatlı olmaq lazım maksimum dərəcədə. Gülmə ha, gülmə ha! Əllərin donur sənə. Motor zəifdir deyənə ona getmir. O bilə, hələ yox. Görüşmüşük Azaddır, Nardır, gedirik Hövsana. Məndə motor zəif deyənə 50 kubdur, ona görə çata bilmirəm onlara. Onları qınamıram, onları öyrəşiblər bu sürətə. Məndə getmir. Əbi yox, alacam böyük kub, 150, 200. Onda onlar mənə çata bilməyəcəklər, ya. Hokka verirlər, hokka. 95 2 50 də. 2 manat? Hə, 2 litr. 2 litr? Hə, hə. Nə gedər. Dağılmasın da yavaş. Evet, sağ. Özü gedir yavaş. 32 manat demək olur polunu bax. 2 litr. 2, 3, 4. 95 hərdən bir vururam. Qaqaş, ay qaqaş, gəl. Pul istəmirsən? 4 manat. Hə. Sağ.
Dilini tapmışam mopedin. Bilirəm ki, 2 litr gələcək. Yaxşıdır. Babat istədiyi mənəm. Belə işlər dəyərli dostlar. 95 vurdum, çoxdandan 95 vurmurdum. Dostum dedi ki, o da bundan sürür. Dedi ki, 95 vur hərdən bir. O 95'e keçdi. Moped rahat gelir deyir. Mən istifadə eləmişəm 95. Elə də fərq görmədim. Ona görə elə 92 vururdum. 92 vururdum. 92 vururdum, elə fərq görmürdüm. Hərdən bir 95 lazımdır. Motor açılsın, təmizlənsin güya. Daha bilmirəm nə qədər doğrudur. Ziyanı olmaz məncə. Qış aylardır tüm boyu. Ziyanı olmaz. Xeyri olar ki, ziyanı olmaz. Pullu vaxtlarımda elə bir ki 95 vuracam bir dəfə 92 vuracam. 95, 92. Hava əladır, əllərim üşümür. Bunları taxandan sonra əllərim üşümür. Əvvəl əllərim üşüyürdü. 70 gedir rahat. 75'e çıxan kimi başlayır əsmə. 70 bunun rahat sürətidir. 75'e çıxan kimi başlayır əsmə. Bayağı hiss elədim bax. 70 gedirdim. Bayında 65 gedirəm. Əsmə yoxdur. Normaldır. Bir 10 km/saat sürət qaldırsam, bayında 70 gedirəm. 75 olsa başlayacaq əsmə. Bir-iki nəfər deyir ki, 80'dan sonra əsmə dayanır. Pis getmir. 95 vurandan sonra yaxşıdır. 95 vuracam tez-tez. İt kimi qaçır. Həmişə bir gözünüz arxa güzgüdə olsun. Manevr eləyəsiniz, nə olacaq, nə olmayacaq, hər şey nəzərinizdə olmalıdır. Evdə atapleniya partlayıb zalda. Mamam mənə zəng elədi, ona görə işdən biraz tez çıxdım. Gedim görüm nə edirəm. Öyle deyir, yuxarıdan partlayıb, yəni yuxarı hissədən. Təzə də atapleniyadır, yəni köhnə atapleniyalardan deyil. Köhnə atapleniyalardan deyil. Yaş yerə çıxanda sürətinizi azaldın. Tormuzla yox, sadəcə qazdan ayağınızı çəkin.